Salam əziz dostlar. Müsəlsəldə kanalıma və videoma xoş gəldiniz. Necəsiniz? Əslində paltardan azmaz təxmin edə bilərsiniz. Bu vloqun başlanğıcının olduğunu. Bu vloq Türkiyə vloqunun başlanğıcıdır. Ancaq hal-hazırda imtihana gedirəm. Dönəmləri İsveçrə və İngiltərənin oyunları. Yox, Norveçlə İngiltərə gecədən sonra da Messi ilə İsveçrənin, Argentina ilə İsveçrənin, Argentina və İngiltərə qazandı. Sabahları, yəni bu günlər onlar döyüşəcək. Siz vlogu izləyəndə bilmiş olursunuz nəticəni. Mən imtihana gedəcəm deyə hal-hazırda qol ödəyirəm. Qol ödəyəcəm, biraz yuxum gəlir. Argentina'nın oyuna baxmadan o qədər yuxularım ki, konfetdə soğutmaqlarından çıxdı. Argentina'nın oyuna baxmadan, ama İngiltərənin oyuna baxdım da axıra qədər yox o da. Çünki yuxum gəldi, yatdım və imkanı var deyə yatma olduğunu düşündüm. Nəysə, uzatmayaq siz, uzatmanı hal-hazırda gedirəm coğrafiya imtihanı inşallah. Görək nə gəlir başımıza. İndidən qoylar gələcəkdə ki, müsahsəni. Keçdik o birisi kadra. Buraxılış fərqəsi burada. İçində pasport falan, amma külək bəlkə itizdirtmək istəyirsən məndən. Nəysə. İçəridə çəkə bilməyəcəm, çünki bilirsiniz telefon yığırlar. Telefon yığmasalar belə çəkmərəm, niyə çəkim ki? Gəlmişik, işlərin qabağına içərik inşallah. Canım tərif. Bəli əziz dostlar, imtahandan çıxdım, yaxşı yazdım məncə. İnşallah yaxşı olar. Hal-hazır gedirəm 28-ə. Bir dənə telefonu satacağım. Yox, həm satacağım, həm alacağım. Bəli. Hobbi olaraq telefon alıq satışı ilə məşğulam bu arada. Bunu da deyək. Telefon almaq istəsəz, Mazafon Instagram səhifəsinə yaza bilərsiniz və ya mənim Instagram səhifəm Musa İsedli 047. Masafoneyə yazsaz daha uyğun olar. Belə, gedək 28-ə. Görək, nə gəlir, baş verir, baş olur. İnsanlar qırmızı ışıqda keçir. Çatmır mənə niyəsə. Mən də bəzən tələsimdə keçirəm, amma heç olmasa biraz səbirli olun da, yaşlı ışıqlansın sonra. Nəysə, gedək görər, nə verir baş. Bax, məsələn, indi tələsirəm deyə qırmızı ışıq idi, amma yaşıl yandı. Tez keçdim. Bu şəkildə tələsanı keçmək mümkündür. Nəysə, gedək görərik, nə gəlir baş. Bəzi gedək pul qazanaq. Dostlar, hava çox günəşli, bir də şöyle geçirsin. Bəli, yeni telefon aldım. iPhone 11 Pro Max. Arxa kırışqaçısı belə dəyişib, üstünə qalıb. Ekranı dəyişib, pili dəyişib. Face ID işdir. Pili pis pillə dəyişib deyə pil yeri xət göstərir. Qəşəng aldım məncə. Satacam yəqin. İstəsəz Instaya yaza bilərsiniz. Əgər satamayıbsa, sata bilərəm. Bəli, videoya like atın, kanala abunə olun, keçək o birisi kadra. Görək nə verir baş. Əziz dostlar, sumka hazır. Daha da götürəcəm, belimə bağlayacam ənənəvi üsulda. Gedirik, görək nə verir baş. Bu arada evə gəldim, deyəsən axırıncı çəkəndə 28-dərim telefon almışdım, telefon göstərdim sizə. Hal-hazırda evdəyəm, başım falan ödəmişəm. Və gedəcəyik inşallah Türkiyəyə, aeroporta, oradan Türkiyəyə. Getdik, növbəti kadra. Deməli belə. Burada gördüyünüz kimi esim proqramına girirəm və ilk olaraq Türkiyə yazıram bura ki, Türkiyəyə aid olan tarifləri görə biləm. Burada girirəm, mənim üçün ən idealı burada 20 GB idi, amma görürəm ki, kartda, yəni hesabda pul yoxdur. Girirəm, pul vururam. Apple Pay ilə və ya bu şəkildə kart nömrəsini falan əlavə eləyərək ala bilərsiniz. Və H100 kodu ilə 2 vurdığınız balans qədər də kontrola hesab balans ala bilirsiniz. Mən 10 dollar vurdum, 20 dollar oldu. 20 dollarla burada 20 USD Bakıya kullanma bastım və hesabdakı puldan avtomatik çıxdı pulu. Ondan sonra avtomatik gəlir, orada SM'i hemen etkiləyə basırsınız, avtomatik siz atır ayarlara, SM'i etkinləşdirə basırsınız. iPhone'larda belədir, Samsung'larda yalan deyirəm. Yəni iPhone'da avtomatik sizə hər şey elətdirir özü. Burada biraz gözləməlisiniz ki, etkinləşdirsin. Və vəsiyo, mən burada ses və veri qoydum. Yalnızca veriyi qoysanız bəlkə ancaq megabayt olar.
Və bir çox insan göstərmədiyi şey, mən də orada hüceyrəsəl veridə bilincini heç ikinciyə bilmirdim. Orada girib bu şəkildə elədiyim kimi bu haddi etkinləşdir eləməlisiniz. Ondan sonra o səyahət plusa dəyişə bilirsiniz hüceyrəsəl verini. Ondan sonra da girib uluslar arası dolaşım açmalısınız ki, artıq onu işlədə biləsiniz normal bir şəkildə və internetiniz falan tutsun. Belə. Sumka belimdə. Bax. Məncə biraz əvvəl gördüyünüz SM necə qurdum. Sizə də göstərəcəm. Əgər görmədinizsə deməli alınmayıb məndə də. Yəni dəqiq yol tapılmamışam deməli. Amma əgər gördünüzsə deməli eləmişəm, bacarmışam. Deyəsən burada çəkiş icazə yox var. Heç bir qadağa işarəsi qoyulmayıb. Ona görə çəkəcəm. Bəlkə də səs buradan gəlir, ona görə belə danışarıq, ya da qulağımıza taxıb danışaq. Bəli, nəysə. Siz like atın, keçək digər kadrlara. Bəli, əziz dostlar, aeroportdayıq. Məncə əvvəlki səhvimi eləməyəcəm və artıq sizə ilərdə göstərərək gəzməyə davam edəcəm. Bəli, gördüyünüz kimi bura aeroportdur. İkinci terminaldır bura. Şey tərəf, Naxçıvanın terminalı, yəni köhnə aeroportdur. Burada samolyotlar var, gün batır. Bu mənim əlimdir. Belə qəribədir əslində danışmaq, çünki sizdən danışır və sizə baxmıram. Bunu maşın fuarına getdiyim vlogda danışmışdım. Həm də insanları çəkib onları narahat eləməyi də istəməlirəm, amma yəni məncə belə eləmək daha məntiqə uyğundur. Nəysə, orada Duty Free var. Bir dəfə demişdim, deyirsə Duty Free, but nothing free at there. Tərcümə eləyim, ora Duty Free-dir, amma orada heç nə free deyil. Yəni oranın adı Duty pulsuz, free pulsuzdur. Duty pulsuzdur, amma heç nə pulsuz deyil. Hə, bura bu şəkildə dəyişib, əvvəllər bu stollar falan yox idi mənim bildiyim qədərilə. Bura sondur. Əvvəllər vəbşə bura yox idi, buradan kəsi idi deyəsən. Hə, elə bir şey idi deyəsən, yadıma gəlmir. Köhnə videolar, yəni təxminən 2 il qabaq deyəsən, Türkiyəyə getdiyimin vlogundan baxıb kommentə düz olub-olmadığını deyə bilərsiniz. Çünki yadıma gəldiyi qədərilə burada bunlar yox idi. Dubaya gedəndə də yox idi, mənim yadıma gəldiyi qədərilə. Əslində vlog çəkməmin yaxşı şeyi də bir odur ki, aeroportun güncəl durumunu siz də, mən də görə bilirik. Burada masaj aparatı falan da var, arxamda adam masaj edir öz-özünə aparat vasitəsilə. Gedək, görək. Başqa nə gətir? Məsələn, burada bağlı idi, bura şey qoymuşlar yadınızda. Bir dəfə girmişdim ha mən, bağlısı dağılmış bir də yer idi. Hələ açılmamışdı. 100% baxsanız oranı da görəsiniz. Sonra burada eyni şəkildə bağlı idi, açılmamışdı. Bir arxanı deyirəm, ora. Burada bağlı idi, açılmamışdı deyəsən o vaxt. Yəni qabağında taxta var idi, içəri girmək olmaz falan, təmir tikinti işləri görülürdü. Burada 30% indirimli, bahalı aeroport sayağı veşlər var. Burada exchange var. O tərəf sərhəd giriş məntəqəsi, yəni aeroporta orada sizi yoxlayırlar, elə buraxırlar oradan. Burada yenə Duty Free. Burada giriş nömrələri. Vərəntinə. Burada VIP zaldır. Deməli, ABB və ya bir çox kartın Platinum kart deyə bir şey var və ya Azal Miles və ya bir kartın Premium kartı falan elə kartlar var. O kartları götürəndə belə yerlərə giriş sizə pulsuz olur mən bildiyim qədərilə. Daha dəqiq ChatGPT-dən falan və ya Metadan soruşa bilərsiniz. Metanı tövsiyə edirəm çünki mən Meta istifadə edirəm. Nəysə, saat hal-hazırda nə tutma kamera 2 dəqiqə. Hə, belə tuta bilərik. Saat hal-hazırda 6, 7, 8, 8-ə qalıb 20 dəqiqə. Deyəsən bizim samolyotda 8, 9-a işləmiş 15 dəqiqə falan olacaq. Samolyotda görüşərik o zaman. Keçdik o bir kadra. Deməli belə ikimiz bir yerdə gedirik aeroporta, aeroport deyəndə samolyota. Əslində 20-20-də qalxma, 20-15-də qalxmalıdır samolyot, amma ancaq biz qalmışıq gözləmə zalında. Gedək görək nə verir baş. Bəli, gedirik hal-hazırda samolyota. Deyirdim ki, gözləyək, hamı keçsin, nəyimizə lazım olsa əl bagajı yoxdur da, yəni bir dənə məndədir. O bilən hamısını göndərdik samolyota. Amma sən demə, səhv düşünməmişik əslində, yəni gec də minmirik, cəmaət tez minir. Yəni bu zarafat olsun deyə demirəm, həqiqətən biz gec minmirik, cəmaət tez minir. Gedirik, düşdü. Hə, orada bax, bura 3 adam oturur, oraya 2 adam oturur. Bilmirəm videoda bilinir ya yox. Samolyot qəlyan çəkirdi. Utanmadan hələ də çəkir. Amma deyəsən videoda görsəm deyirəm. Bizə belə bir sendviç verdilər. Qabaqdan xanım suları gətirir. Və bir dənəsi pendirli, bir dənəsi də toyuqlu. Mən toyuqlu götürdüm.
Çox adam toyuqla götürür, pendirini çox az adam götürür. Bəli, beləncə. Görək, sular da gəlsin, başlayacağım yeməyi inşallah. Altından öyle. Bəli, səhər video çəkmişdim sizə imtahana girməzdən qabaq. Bir dənə yumurta yemişəm, bir də kofe ilə şokolad yemişəm. Ondan sonra evə gəldim, telefon satmağa getdim, oradan gəldim evə, o müddətdə heç nə yeməmişəm. Gəldim evə, evdə təzən bir dənə kofe ilə şokolad yedim, çünki çay yox idi, dəmləmədə axıt olmadı. Nəysə, indi gəlmişəm aeroportda bir dənə oturduq, kofe ilə kruasan yedik və acından ölürəm hal-hazırda. Onu gözləyirəm ki, sular da gəlsin, başlayın yeməyə. Və bu mədətdə like ata bilərsiniz. Like atıb kanala abunə olun. Görüşərik. Kanala baxaq. Və portakal su demişəm. Belə, bəyənmiş olsun. Gəl kadrlarda görüşək. Sağ olun. Əl çalma serisi. Amma mən çalmayacağım. Düşəsi olmadan. Deməli belə, almışım cavabsız qalanından sonra Delta kartı istədim. Delta kartı istədim də cavabsız qaldı. Gedirəm. Dedilər yoxdur da, hə, yəni istəyim cavabsız qaldı da mən deyirəm. O VIP bizdən deyil. VIP. Very important person. Heç vaxt elə düşünməmişdim. Nəysə, bura bu arada biz İstanbul'a qaydandakı yerə oxşuyur. Ola. Turnağaydan yanımıza İstanbul aeroportuna keçsin. Neyse. Bu arada biz hal-hazırda Ankara'dayıq. Ankara'dan gedəcəyik Kapadokya'ya. Orada Nevşehir şəhərin əsl adı Ürdüp deyəsən. Hələ bir də yerə gedəcəyik. Oradan gedəcəyik. Bir neçə gün sonra da Kuzey Kıbrıs'a gedirəm bu arada bir gün. Qumarxanaları falan bir şey yerdə məncə. Nəysə, indi də ilərləyirik turun keçiriləcəyi zonaya. Bəli, pasport kontroldan çıxdıq. Hal-hazırda bizim tur yiyəmizi axtarırıq. Video falan çəkilir mən. Təşəkkürlər. Məşhur birisi məni çəkilirlər, görürsünüz. Nəysə, Qəşəng Ankara aeroportundayıq. Gələcəyik buradan Ürdüpə deyəsən, Ürdüp dedim bayaqlar Ürdüp. Bu da Əsədli Alim qardaşımdır, məncə tanıyırsınız. Dedək görəyə nə verir baş. Deməli belə arasında spinterdəyik. Gedir inşallah Kapadokya'ya. Sizə də azmaz çöldən bəzi kadrlar verməyə çalışacağım inşallah. Getdik. Deməli, Türkiyədə mən ən ləzzət eləyən şeylərdən biri bir bu topaçlardır, bir də bu golflardır. Golfları elə pəç atıyırlar ki, yəni yapışdırırlar yerə, əyirlər təşərləri, yəni maşındır da, yəni Türklər məncə maşına baxır. 1.6 motordur, elə zor baxırlar ki maşınlara. Gəlmişim Market Plus-a. Görək indi, ayaqlarım keyif, düşünün 2 saat samalyotda oturmuşam. Təxminən 2 saatda burada oturdum. Aclıqdan da maşın yağı içəcəm. Və gəldik Türkiyəyə gəlmək səbəbimizə. Red Bull. Monster. Həddən artıq çox ucuzdur. Amma burada bahadır qaqa məncə. Burada bahadır. Bəli. Gəzişirik marketdə. Məncə burada benzin kolonkadır deyə biraz bahaçılıqdır. Ayrı tema. Prosta ki, yəndə ucuzdur. Ucuz deyil, normal qiymətlərdir. Məsəl üçün, bir dənə sendviç 300 TL-dir. 1 manat 27 TL-dir. 25 TL-dən hesablasaq, bu təxminən 10 manat çox imiş qaqa. Həddən artıq çox imiş. Bəli, əziz dostlar. Çöldəyəm, rahat. Tamam, bəzi rahat ola bilər. Çox da qışqırmayayım. Nəysə, nə qaranlıqda la. Bir də belə ulduz yox. Var ya əslində, bu kameraya düşmür. Nəysə. Deməli, otelin adı yenə yadımdan çıxdı.
Nəsə M ilə başlayan bir şeylərdir, amma onu bilirəm. Belə görsənir, belə işıqlı bir şeylərdir. Giriş oradandır. Bir şeylər var. Nəysə. Deməli belə. Otelə gəlmişik. Saat hal-hazırda 3-ün yarısıdır. 3-ə qalıb 27 dəqiqə. Hə, gəlmişik otelə. İndi çox yuxuluyam, az biraz danışa bilmirəm. Nəysə. Like atın, videoya abunə olun, kanala like atın. Keçək o birisi kadra. Otaq vlogu falan eləməyə çalışacağım. Getdik. Burada belə ayaqqabı təmizləyən var. Burada belə ay var. Şəkil var. Ot var. Vaza var. Gül var. Var da var. Bəli əziz dostlar, qardaşımla bir yerdə ayağın qaşı, yəni səhv anlamayın. Otaqdayıq. Bura tualetdir, bildiyiniz kimi. Belə göstərəcəm, bəli. Bura tualet, bura qardaşım, bura kravat, bura televizor. Ora pəncərə, ora kondisioner, burada sumka. Yəni də bir otaqlı otaq turu, otel turu. Buradan da basen açılan bir mənzərə var. Bələnti. Burada krişa var, bilmirəm çıxaraq ya yox. Əgər problem eləməsələr bəlkə çıxır. Nəsə, otaq belədir. Eləməyəcəklər problem. Deyəcək çıxın qardaş. Buyurun çıxın. Sın, ikinci. Bakıda eləyirlər, bəzi evlərin ikinci mərtəbəsini şəxsləşdirib həyat eləyirlər. Nəysə, videoya like atın, kanala abunə olun. Mən də yatım. Sabah görüşərik inşallah. Görüşərik.